Rəsmi məlumatlara inansaq, Azərbaycanda səhiyyə xidmətləri pulsuzdur. Bu barədə İlham Əliyevin hətta sərəncamı var. Bəs Azərbaycan vətəndaşları, sadə insanlar bu səhiyyə xidmətindən yararlana bilirlərmi? Biz bu sorğu ilə ölkə vətəndaşlarına müraciət etmişik. Onlardan öyrəndik. Onlar Azərbaycan səhiyyə müəssisələrində pulsuz və keyfiyyətli müalicə ala bilirlər. Yalan deyirəm. Pulsuz istifadə. Azərbaycanda səhiyyədən pulsuz istifadə mümkün olan bir şeydir o. Hətta bu sərəncamdan sonra da. Hətta bəli, mümkün olan şeydir. Mümkünsə praktikozdan deyərdiniz. Yəni nə halla qarşılaşırlar? Praktikozdan deyərsiniz, bir dəfə getsən onun yanına, pulsuz müayinə etsə həkim səni, ikinci dəfə etsə qəbul edilməyəcək. Bəs bizim vətəndaşların İrandan müalicə olması ilə bağlı məlumatınız var? Bəli. Hətta bizim kənddə də məsələn yayılıb ki, bütün müalicəyə gedənlər rayona gedir. İrana gedir. İran deyirlər pulsuzdur, müalicə dəqiqdir, yəni uduzdur da. Yəni o gün mən getmişdim, yəni pulladı, yəni heç xatırlatdınmı ki, axı bizdə pulsuz olmalıdır? Yox, demədim, prosta nə demək, təşkilatda. Tək sizə yanaşma belədir, yoxsa hamıya? Tamam yanı deyəm, valla mən getdim oraya, yazdılar, qapçı yazdı, dedi 2 manat ödəsin, nə. Getdim oraya, oradan həkim dərman yazdı, dedi 2 manat verəsən, nə. Getdim oraya, qana verdim, 6 manat ona verdim. Yəni, elə pulla verdim. Maaşları biraz aşağıdır. Ancaq bu səhiyyə ilə maraqlanırsınızsa, qoy elə olan maaşlarını biraz yüksək eləsinlər. O pullu maneə yerləri yoxdur. İndiki açılan nə qədər bizim özəl xaricdən gəlirlər. Nujeli bizim Azərbaycanımızda bu qədər neçə ilin səhiyyədə işləyənlər. Yəni onların bir savadı yoxdur məgə. Pulsuz xidmət mən Azərbaycanda nə görməmişəm, nə də eşitməmişəm. Bu qədər. Bunu deyə bilərəm. Bəs o sərəncamdan sonra vəziyyət dəyişirmi? Sağ olsun, sərəncam verənlər verir, amma var belələr ki, o sərəncamlara məhəl qoymurlar, eşitmirlər. Bu qədər. Bəs bundan məlumatsınız ki, Azərbaycanın vətəndaşlarının böyük əksəriyyəti sağlamlıq üçün qonşu İran Respublikasına üst tutur. 100-dən 70-i İrana gedir də. Bəlli məsələdir. Bu nəyə görədir sizcə? Orada yaxşı xidmət var və yaxud ucuzdur və yaxud yaxşı diaqnoz qoyurlar xəstələrə. O ilə bağlı. Onu gecə deyiblər, günüz o deyəndə. Səhiyyə sistemində Azərbaycan standartlarıdır. Bu yaşa gəlmişəmsə, bu qurulanın hökmündə. Mən pulsuz səhiyyə görməmişəm. Bəs bu elan olundu da. Hamısı yalan. Sizin xəbəriniz varmı Azərbaycanın böyük vətəndaşları, böyük əksəriyyəti qonşu İran Respublikasına gedib müalicə alırlar? Elə həmişədən mən də görürəm, özüm də getmişəm. Bu nə ilə bağlıdır? Ucuzluğuna, ora təmiz dərman da ucuzdur, həkimlər də ucuzdur. Mən də neçə dəfələrlə getmişəm, hamısı ucuzdur. Burada bir xəstəxanaya gitsən 200-300 manatdan çıxa bilmirsən. Adi bir şeydən ötürü. Dərman daşı qanı qiymətlidir. Ancaq İranda bir müşök dərman alsan heç 20 manat 30 manat xərclənsin. Ancaq burada bir baza dərmana 200-300 manat pul verirsən. Azərbaycan səhiyyə pulsuzdur. Yox, həqiqətən də düzü mən özüm şəxsən istifadə eləməmişəm. Ancaq eşitdiklərimdən də deyilənə görə elə köhnə hamam, köhnə tazdır. Niyə bu məsələlər aradan qalxmadı sizcə? Həkimlərin maaşı nəyə ki qalxır ki, o qalxır, Allah kim olsun. Nə qalxır ki, o qalxmasın. Bu belə gəlib, belə də gedir də, burada belə də söhbət. Yəqin xəbəriniz var ki, Azərbaycanda vətəndaşların çoxu qonşu İran Respublikasına gedir. Müalicəyə gedir, bəli, bunun şəxsən özüm də şahid olmuşam. Buyurun. Ona görə ki, orada ucuzluqdur, Allah köməkləri olsun, Allah ölənlərə rəhmət eləsin, o həkimlərin. Gedib orada şəfa tapırlar, ucuz özləri müalicə edirlər də, bunun başqa çıxışı yolu yox. Siz özünüz, tanıdığınız insanlar doğrudan da bu xidmətdən istifadə edə bilir, yararlana bilir Azərbaycan vətəndaşları? Yararlana bilir. Pulsuz səhiyyə var. Bəli. Mən özüm onkologiyada işləyirəm. Hər şey pulsuz. Süpürgəçisiyəm oranın üzrə. Hər şey yerli-yerində, yaxşı, normal. Siz nə deyə bilərsiniz? Dərman, dava. Xeyr, mən narazıyam. Qızımı bir müalicə yapara bilmirəm, Allah. Hara gedirəm pulla. 15 manat, ondan sonra uzidir. Həkimə 15 manat, hansı birini eləyəm? Bəs niyə görə bu məsələlər aradan qalxmadı sizcə? Mən nə bilim, bilmirəm. Bəs heç elə olubmu ki, ora gedəndə o dövlət başçısının sərəncamın yadına salasınız ki, bunlar pulsuz olmalıdır? Heç veclərinə də deyil. Onlara pul lazım, nə hər ki? Valla mən bilmirəm, şəxsən mən heç xəstəxanada olmamışam. Tanıdığınız, çevriniz falan? Yox, tanımıram, bilmirəm.
Yox, mən şəxsən elə bir şey görməmişəm. Bəs tanıdığınız adamlar necə onlar istifadə edə bilir? İsmisoxu mənə görə. Yenə baxma, mən nə edirəm? Sigorta. Ada bu bizim İsmisox deyil ki. Pulsuz səhiyyə deyəndə bir dializ məsələsində eşitmişəm, yəni mümkündür. Amma belə əksər yerlərdə yox, rast gəlinmir. Nə ilə rastlaşırsınız? Məsələn, özüm bu yaxınlarda o xəstəxananın adını çəkmirəm, dövlət xəstəxanasıdır. Getdim analiz verdim, məndən pul tələb elədilər. Hələ mən özüm pul tələb verdim, hələ məndən miqdarın az olduğunu da tələb elədilər. O şirinlik deyirlər, onu verirsən. Doğrusu belədir. Ciddi söhbət, yəni yoxluqmadan yox. Yəni ciddi müalicə almaq baxımından Azərbaycanda nə qədər mümkün deyil. Təbii ki, hamısı pulla. Bunun səbəbi nə də görürsünüz? Çünki dövlət özü elan elədi ki, bizdə pulsuz olmalıdır səhiyyə. Vallahi dövlət elan eləsə də biz onun hələ nəticəsini görməmişik. Heç bir vaxt olmayıb, ola da bilməz. Nə ilə qarşılaşırsınız? Yəni getdiyiniz şəraitdə? Yəni onun adi bir haldır. O da nə rastlaşdan, nə də gedəndə istərsəməz. Bunun səbəbini nə də görürsünüz? Həkimlərin maaşı azdır, yoxsa onlar doğrudan təmaküdə eləyir? Cavab deyil yoxdur ona görə. Təbii ki, sağ olsun. Bəli. Bəs bəzi vətəndaşlar deyirlər ki, yəni... Şəxsən mən razıyam. Razı. Özümlə neft şirkətinin işçisiyəm, tam razıyam. Nə deyirlər? Tanıdığınız adamlar da ola bilər, öz təcrübənizdən də deyə bilərsiniz. Mən sokarda işləyirəm şəxsən. Getmişəmlərin heç bir pulsuz imtiyazlarını istifadə edə bilmirəm də. Çünki o səhiyyədə getdiyim xəstəxanalarda orada heç bir yazı surətdə yoxdur, orada heç bir şey. Bu tək sizlə bağlı, yoxsa tanıdığınız adamlarla da bağlıdır? Hamısı elə elədir. Xeyr. Nə ilə qarşılaşırsınız? Nə ilə? Öz başınalığına. Gedirik, nəsə deməyə, deyirik, hələ ki, mənə bilsəm, bir yaxınlarda Fitekin həkimi nə dedi? Ailəm yoldaşım komissiyadan çıxanda bilirsiniz nə dedi? Dedi ki, get kimə deyirsən deyirəm, 500 manat əlinlə pul vermiş, incə nədir onun pensiyası düzəlmir. Müalicəsi də olunmur, tam olunmur. Öyle qadirlər deyirlər ki, get kimə deyirsən deyirəm, hara getsən gedinə. Tibbi xidmətlər pulsuzdur da. Öyrənmək istəyirik ki, istifadə edə bilirsiniz özünüz. Məncə xeyr. Nələrlə qarşılaşırsınız? Mümkünsə özünüz olubsa özünüz, olmayıbsa tanıdığınız insanlar. Yox, nə bilim. Yəni pulsuz deyilirsə də hamısı hər şey pulsuz deyil. Vallahi mən istifadə eləməmişəm. Tanıdığınız insanlar, qohum, əqrəbə nə deyirlər? Səhiyyədə doğrudanmı xidmət pulsuzdur? Xeyr, o mümkün olası söhbət deyil. Mən doğulandan Azərbaycanda doğulmuşam, müharibə veteranıyım. Mən o xidmətdən zərrə qədər yararlana bilməmişəm. Hətta siz müharibə veteranı? Bəli, müharibə veteranıyım. Nələrdən qarşılaşırsınız? Mümkünsə praktikanızdan danışarsınız. Vallahi praktikam odur ki, hara gedirsən haqsızlıq, rüşvətxorluq. Yəni deyilənlərin zərrə qədəri belə həqiqətə uyğundur. Heç elə olunmu ki, siz bu sərəncamı xatırladasınız, amma yenə də effekt verməsiniz? Təbii ki, o sərəncamlar təzə-təzə prezident çıxıb fərman verdiyindən ən uzağı 3 gün çəkir. 3 gündən sonra sanki o fərman verilməmişdir. Varmı belə bir xidmət dövründə? Az. Bilirsiniz? Yox, bilmirik. Yəni təcrübəyə əsasən deyirsiniz, yoxsa eşitdikləriniz əsasən? Yox, təcrübəyə əsasən. Görüb deyirik. Nə deyirlər, yəni nələrlə qarşılaşırsınız? Yəni hara getsən pulludur, pulsuz şey yoxdur. Gördüyüm yerə. Mümkün olan şey deyil. Bəs tanıdığınız adamlar filanlar, bu pul səhiyyə... Elə bir adam görməmişəm ki, pulsuz bir şey edə bilər. Siz tanıdığınız adamlar, pulsuz müalicə ala bilirsiniz, dərmanlar filanlar. Necə? Yox, Yox? Yararlana bilirsiniz? Mən neft şirkətində işləyirəm, bizdə sığorta var, mən ondan yararlanıyorum. Bəs sığortası olmayan vətəndaşlarla bağlı? Vallahi onu mən deyə bilmərəm, yalançı olaraq. Hələlik onu dindirin. Sonrasına baxarıq. Səhiyyəni? Güvənlikdir o, mən iqtar kuşkası taşıyım, mən iqtar. Nə deyim mən? Pulsuz indi nə var ki həyatda? Yəni dövlət elan edib ki, pulsuzdur. Siz özünüz, yaxınlarınız bu imkandan istifadə edə bilir? Şəxsən görməmişəm mən ki, pulsuz olsun hər şey. İndi hər şey pullandı. Pulsuz bir şey var indi.